İlk önce teşekkür ederim sorunuza göre. Düzgün geliştirdiniz. Bizim en prioritet sahələrimizdən, istiqamətlərimizdən biridir. Bu il ərzində bir çox sahələrdə, istiqamətlərdə kadr dəyişikliyi baş verdi. Administrativ tərəfdən baxanda, IT-dən tutmuş, HR departamentına qədər, təchizatdan tutmuş başqa sahələrə qədər, ondan da başqa futbol adamlarını cəlb etmə mənasında hamınız bilirsiniz. Bəxtiyar Musayev, Mibahir İsayev, Qaraqarayev cəlb olundu, federasiyanın fəaliyyətinə qoşuldular. Kadrlar islahatları davam edir. Misal üçün, bəzi media resursları artıq yazır bunu. Cahangir Həsənzadə uzun illər Afrova əməkdaşlıq edirdi. Bugün onun son günüdür bu işdə, bu vəzifədə. Teknik direktor vəzifədə boş qalır. Növbəti aylarda yeni teknik direktor gələcək ofisində. Ondan başqa istiqamətlərdə də dəyişikliklər gözlənilir. Biz komandanın gücləndirməyə davam edirik.